Hər keçən tur Səbayalı bir qədər də birinci liqaya yaxınlaşdırır. Gedişatı dəyişməyə çox istəyirlər, amma gerçəkliklərin, istəklərin çox-çox üstündə olduğu bir nöqtəyə varıblar. Bu yolun sonunda xilas görünmür. Yəni, gedişat onu göstərir ki, Səbayalı Premyer Liqada qala bilməyəcək. Ümumiyyətlə, Səbayalın gələcəyi elə də ümid vermir. Çünki bu barədə biz təbii ki, tam əminliklə danışa bilmərik. Bu qərarı ən azı Səbayalın ali rəhbərliyi verməlidir. Amma belə bir şayələr var ki, işdi şayət əgər Səbayal Premyer Liqada yerini qoruya bilsə ki, ehtimallar çox azdır. Bu cür davam eləyəcək komanda yox. Birinci liqaya yuvarlansa, deyənlər var ki, klub dağıla da bilər. Bax, deyirlər. İndi yenə deyirəm, biraz bilmək olmur. Çünki akademiyanın saxlanması çox böyük vəsait tələb edir və Səbayal kimi bir strukturun birinci liqada əgər sponsor əlini çəkəcəksə, dövlətin verdiyi o 300 min manatla nəsə iş görə biləcəyi açıq inandırıcı gəlmir adama. Çünki o elə də böyük bir vəsait deyil. Sponsor yox, yenidən kluba maliyyələşməni davam elətdirsə, bəlkə də toparlanıb Premyer Liqaya qayıtmaq olar. Çünki klubda çalışan adamların təcrübəsi var, klubun özünün bir Premyer Liqa mentaliteti var, oynayıblar. Burada inzibati işçilərdən tutmuş hamı rəhbərliyə qədər hamı ən azı Premyer Liqanın nə olduğunu bilirlər. Orada şans var. Yox, maliyyə olmasa çox çətin görünür. Çünki ikinci liqadan da birinci liqaya imkanlı komandalar gəlir. Şəfa gələcək, Şahdaq Qusar gələcək. Digər komandalar bilmirəm. Yəni bu komandalar gələndən sonra ən azı orada da mübarizə qızğınlaşacaq, gərginləşəcək. Birinci liqada, ikinci liqada burada daha çox oyunçu potensialından asılıdır. Hansı komanda o qayamaq 10-15 futbolçunu yığıb heyətini onunla komplektləşdirə bilsə, böyük ehtimal çempionluq uğrunda da onlar mübarizə aparacaqlar. Ona görə Səbayalın işi çətin.